11-i 1-ci ay 2026-cı ildə Güvən Nəşrlərinin tarix 11-ci sinif 3-cü qrup suallarının izahına baxırıq. Keçirdiyi 14-cü əsrin ortaları 15-ci əsrin əvvəllərində Şirvanşahlar dövləti tarixi üçün xarakterik xüsusiyyəti istəyir. Şirvanşahlar Xarəzmşahlarla dostluq 13-cü əsrdə aparmışdı. Təbriz üzərinə yürüş həm 14-cü əsrin ortaları, həm 15-ci əsrin əvvəllərində İbrahim Dərbəndinin dövrünə düşür. Dərbəndilər sülaləsinin hökmranlıq etməsi 1382-14-cü əsrin ikinci yarısına aiddir. Monqollara qarşı mübarizə 13-cü əsrə aiddir. Teymurilərdən asılılığı qəbul etməsi 1386. Bizim burada doğru cavabımız olacaqdır. Deməli, B variantı. 32-ci sualda uyğunluq istəyir. 1 Şərur Dərəliyəz, 2 Zaqatala, 3 Lənkəran bölgəsidir. Tiflisdə imzalanmış sazişə görə AXC və Ermənistan öz qoşunlarını bölgədən çıxarmalı. Bu Zəngəzura aiddir. An götürmürük. Sovet Rusiyası tərəfindən Erməni Daşnak hökumətinə verilmişdi Şərur Dərəliyəz. Bolşeviklər tərəfindən Moğol Sovet Respublikası yaradılmışdı Lənkəranda. Əkin otlaq sahələr Gürcüstanın sığınaq qəzasına birləşdirildi. Gürcüstan Zaqatalaya aiddir. Sovet Azərbaycan və Sovet Ermənistan arasında mübahisələr az elan olunmuşdu. Naxçıvan, Qarabağ və Zəngəzur idi. Elində heç birisini götürməyəcəyik. Deməli, bizim doğru cavabımız B variantıdır. Qızıl Ordu dövlətinə fərq olaraq Xəzər xaqanlığı Rus knyazlarına qarşı mübarizə aparmışdı. Azərbaycan torpaqlarına hərbi yürüş etmişdi. Bunlar ortaq xüsusiyyətlərdir. Ərəblərin Şərqi Avropaya yürüşlərinin qarşısını alan isə Xəzərlərdir. Burada bizim doğru cavabımız C variantıdır. Növbəti sual, 34-cü sual. Səlcuq Sultanı 3-cü Toğrul və Səfəvi Şahı 1-ci İsmailin deməli, ortaq xüsusiyyətini istəyir bizdən. Şirvanşahlar dövlətini asılı hala salmışdı. Bu, deməli, 34-cü sualda biz götürəcək Şirvanşahlar dövlətini asılı hala salan ortaq xüsusiyyət olaraq deyil. İsmaildə var, amma Toğrulda yoxdur. Azərbaycan cənub torpaqlarında yeni dövlətin əsası Toğrul Azərbaycanda yaratmamışdı dövlət. Xorasanı ələ keçirmişdi hər ikisi. Amudəryadan Fərəd çayına qədər olan ərazilər tabe etmişdi. Hər ikisi doğru cavabımız E variantıdır. 35. Stalingrad döyüşündə uğrunda döyüşlərdə faşist Almaniyasının əsas məqsədi nə idi? Qəhrəman şəhər adlanan Bakının neft mərkəzini ələ keçirməsi. Bakının neft mərkəzini ələ keçirmək istəyirdi, amma həmin dövrdə qəhrəman şəhər deyildi. A-nı götürməyəcəyik. Finlandiyanı ruslar işğal etmək istəyirdi. Moskvaya daxil olaraq Sovet qoşunlarına təslim olmasını istəyirdi. Bu 41-ci il əməliyyatına aiddir. Sovet ordusunun Qafqazın neft mərkəzi əlaqəsini kəsmək isə Stalingrad döyüşündə Almanların əsas niyyəti idi. Tarixi proseslərin məntiq ardıcıllığını tamamlayırıq. Saratoga döyüşü 1777-ci ildə olmuşdu və İngilis ordusu məğlub olmuşdu. 2-yə C götürəcəyik. ABŞ-ın beynəlxalq nüfuzu artmışdı. Fransa isə ABŞ-ın müstəqilliyini tanımışdı. 2-yə C, 4-ə isə E gedən variantımız bizim olacaqdı. Deməli, C variantımız. Mann əhalisinin 7-ci əsrin ortaları üsyan qaldırmasının səbəbi Ahşerinin siyasətindən narazılığı. 1650-ci ildə erdən əvvəl üsyan nəticəsində Ahşerini öldürdülər. Növbəti sual. Daha sonra baş vermişdir. Niyazabad döyüşünə Səlcuqların Səfəvilərin qələbə qazanması 1583, Şirvanşahlar dövlətinin varlığına son qoyması 1538, Uzun Həsəninin Venesiya ilə müqaviləsi 1472, Cəlalilərin Azərbaycandakı hakimiyyəti 1410, Əlincə qalasının Əmir Teymura təslim olması isə 1400-dür. Ən gec olan Niyazabad 1583-cü il hadisəsidir. 40-cı sual. Hərbi kommunizm siyasətinin kollektivləşmə siyasəti ilə oxşar yeni iqtisadi siyasətdən fərqli xüsusiyyətini istəyir. Əhalinin istehsal etdiyi məhsul zorla müsadirə olunurdu. Hər ikisinin ortaq xüsusiyyətidir. Təsərrüfatda planlı sosialist sistem kollektivləşməyə aiddir. 2-ni çıxdıq. Xırda kənddə təsərrüfatların ləğv olunması kollektivləşmə siyasətinə aiddir. 3-ü çıxdıq. Təsərrüfat sahiblərinin iqtisadi marağının azalması isə hər ikisinin ortaq xüsusiyyətidir. Deməli, bizim doğru cavabımız olacaq 1 və 4. Müasir xəritədə A və B ilə işarələnmiş dövlətlərin 16-cı əsr tarixinə aid ortaq xüsusiyyətlərini istəyir. Xatırladaq ki, A İngiltərədir, B Osmanlı dövlətidir və 16-cı əsrə aid İngiltərənin Osmanlının fərqli və oxşar xüsusiyyətlərinə baxaq. Misir uğrunda Fransa ilə mübarizə aparan İngiltərə olmuşdu və Osmanlı olmuşdu. Ancaq ki, bu 18-ci əsr tarixinə aid. A-nı çıxdıq. İspan donanmasının məğlubiyyətə uğradılması 1588-ci ildə İngilislər, 1518-ci ildə Osmanlı İspan donanmasını məğlub etmişdi. B ortaq xüsusiyyətdə 16-cı əsrə düşür.
Tudorlar sülaləsinin hökmranlıq etməsi 16-cı əsrə İngiltərəyə aiddir. İngiltərəyə indi götürəcək. Korska adasının tutulmasında Fransaya yardım edən Süleyman idi. 16-cı əsrə düşür. Deməli bizim burada düzgün cavabımız 41-ci sualda A variantıdır. Rəş və Gəncə müqaviləsinə əsasən 1732 Rəş, 1735 Gəncə müqaviləsi Səfəvilərlə ruslar arasında imzalanmışdır. Bu müqavilənin hər ikisinin ortaq xüsusiyyəti rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gümrüksüz ticarət imtiyazları təsdiq edilirdi. Cədvəldəki hansı hadisələrin yerini dəyişdirsək xronoloji ardıcıllıq düzgün müəyyən olunur. Xaçın Məliyinin ərazidə yerləşən Alban katolikosluğunun ləğvi 1836, Hacı Murtuzun Zaqatala üsyanı 1863, Ümrusiya müsəlmanlarının 1-ci qurultayı 1905, ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886, Şollar su kəmərinin istifadəyə verilməsi 1917. Deməli burada bizim düzgün cavabımız 3-lə 4-ün yerini dəyişəcək D variantıdır. 7-ci yüzillik eradan əvvəl Afina və Sparta dövlətlərinin idarə üsuluna oxşar xüsusiyyətləri. Vətəndaşlardan ibarət xalq yığıncağı hər ikisində var. Ordu və donanmaya strateglərin rəhbərlik etməsi yerinə əvvəl 6-cı əsrə aid çıxdıq. Dövlət başında konsulun dayanması Romaya aid ifadət çıxdıq. Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi hər ikisinə aiddir. Hakimiyyətin oliqarxiya əsaslanması hər ikisinə aiddir. Cavab 1, 4, 5 hansı variantdır? C variantı. Şirvanşah 1-ci Fəribürs hər il 40 min dinar xərac verməli idi. Şirvanşah titul daşımaqdan məhrum edilirdi. Söhbət 1066-cı ildə Səlcuqların asılığa düşdüyü hadisədən gedir. Şirvanşahlar dövlətin daxili müstəqilinə son qoymadılar. B variantı məziyyətlər deyildi, kəsranilər idi. C-də Toğrul deyildi, Alparslan idi. D-də isə bu yürüş nəticəsində, bu asılılıq nəticəsində Səlcuq imperiyası tamamilə Azərbaycan işğalını başa çatdırdı. Doğru cavabımız bizim D variantıdır. Şah hökuməti Sovet qoşunlarının İran ərazisindən çıxarılması üçün SSR ilə danışıqlara başladı. Aparılan danışıqlar nəticəsində İranın şimalında neftin kəşfiyyatı hasili Rusiyaya tapşırılırdı, yəni Sovet İttifaqına. Bu razılaşma əsasında Stalin Sovet qoşunlarının İran çıxarılmasına razılıq verir. Deyir ki, Məmməd Əvəzovun tarixi proses nəticəsində İranda, deməli, İran qoşunları Cənubi Azərbaycana daxil olur və Pişəvərinin rəhbərlik etdiyi hökuməti süqut etdirirlər. Doğru cavabımız bizim olacaqdır burada D variantımız. 47-ci sual biraz uzundur, ekrana sığmır. İngilislərlə fransızların 100 illik müharibədə qələbə çaldığı döyüşləri istəyir bizdən. Hastings döyüşünün 100 illik müharibəyə dəxlisi yoxdur. Kresi döyüşü və Pati döyüşünü ingilislər qələbə çalmışdır. Deməli, 1-ə B-C gedəcəkdir. Fransızlar isə qələbə çaldı. Orleanın mühasirəsidir, yəni B gedəcəkdir. Deməli, bizim 48-ci sualımızın cavabı olacaq, 47-ci sualımızın cavabı olacaqdır E variantı. Mərəd müqaviləsinin pozulmasına səbəb olan hadisə Şah 1-ci Abbasın İraq torpaqlarına yürüş etməsidir. 48-ci sualın doğru cavabı B variantıdır. Daha sonra 49-cu sualda verilən hər iki xüsusiyyətinə aid olduğu şəhəri müəyyən edirik. Səlcuq canişinliyin mərkəzi olmalıdır və Monqollar tərəfindən dağıdılmalıdır. Səlcuq canişinliyin mərkəzi olan Beyləqan və Gəncədir. Ona görə doğru cavabımız bizim 2 və 5 olacaqdır. Səbəb-nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən edirik. Augsburg sülhünün imzalanmasıyla Avropada dini müharibələri dövrünə son qoyuldu. Bu Vestfaliya sülhü iləndir. Flandriya uğrunda müharibə 100 illik müharibənin başlamasıdır. Doğru ifadədir. Qranadanın işğalı ilə Pireneya yarımadasının böyük hissəsi İspaniyanın əlinə keçdi. Doğru ifadədir. İngiltərədə parlamentin qanunların verilməsini iştirak etməsinin azadlıqlar xartiyasına bir dəxlisi yoxdur. Thomas Münster'in başçılığı kəndli hərəkatı da protestant qırğınına səbəb olmamışdı. Bizim doğru cavabımız olacaqdır 2-3. C variantı 2-3. Sasani Şahı Xosrov və İlxani Qazanxan islahatlarının nəticəsində sahibsiz torpaqları hərbiçilərə paylandı. Doğru ifadədir. Vergi yığan məmurların öz başına son qoyuldu. Doğru ifadədir. Qadın, qoca, uşaq cizyə vergisi bu aid deyil. Köçəri feodallar da Monqollara aiddir. Bu da aid deyil. Bizim deməli doğru cavabımız olacaqdır 1 və 2. Ərəb xilafəti Monqol dövləti və Teymurlər dövlətinin ortaq və fərqli xüsusiyyətlərini istəyir. Deməli, Kalka döyüşünə qələbə qazanan Monqollardır. Hindistan ərazisinə yürüş eləyən hər üçüdür. Şeybanilərə qarşı mübarizə aparması Teymurlərdir. Daha sonra Mərkəzi Asiyanı işğal eləyən hər üçüdür. Sasani dövlətinin süqutu etdirilməsi isə ərəblərə aiddir. 52-ci sualımızın doğru cavabı olacaqdır E variantı.
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri arasındakı ümumi cəhətlər istəyir. Bizdən Teymur Əbisayda qarşı mübarizə hər ikisinin ortaq xüsusiyyətidir. Osmanlı dövləti ilə hər ikisi dostluq əlaqəsi saxlayıbdı. Yaqub Paşanın dövründə Ağqoyunlular. Cəlalələrin məğlubiyyətə uğradan da Qaraqoyunlu dövlət deyildi. Hökmdarın qeyri-məhdud hakimiyyəti əsaslanması doğru ifadə, amma mərkəzləşmiş dövlət hesab olunmurdular Qaraqoyunlu. Ağqoyunlu 4-ü götürməyəcəyik. Səfəvilər üzərində qələbəsini isə hər ikisini aid edə bilərik. 54-cü sualda protestantlara qarşı kütləvi qiyam Parisdə 1572-də olmuşdu. Vestfaliya sülhü 1648, Hindistana dəniz yolu 1498, Almaniya reformasiyası 1517-ci ildə başlamışdı. Deməli 54-cü sualda biz 3 ilə başlayacağıq. 3, 4, 1 və 2. Azərbaycan İqtidacımı quruluşunun dağılması nəticələrində ata nəslinin mövqeyini zəifləməsi səhvdə ata xaqanlığı dövrü idi. İri tayfa ittifaqlarının yaranmağa başlaması, bəli. İbtidai kollektiv əmək üstünlük vermirdilər. İdarəetmədə adlı sanlı adamların əlində cəmləşmişdi. Cəmiyyətin varlı və yoxsullara bölünməsi isə düzgün cavabımızdır 2, 4, 5. Burada mətndə 1-ci Mahmudla 3-cü Əhmədin müqayisə eləyir və Mahmuda aid olan xüsusiyyətləri istəyir. Əhməddən fərqli olaraq Avstriyaya qarşı hər ikisi müharibə aparmışdı. Nadir Şah hakimiyyətdə olanda, yəni Şah seçiləndə 3-cü Əhməd yox idi. Ona görə bu Mahmuda düşür. Balkanlarda itirilmiş ərazilərin xeyli hissəsini geri qaytaranda Mahmuddur. Deməli 2 ilə 3 bizim doğru cavabımızdır. Trabzon konfransı və Batum sülh konfransına aid xüsusiyyətlər Osmanlı dövləti ilə Seymin başlatdığı müharibə səbəbindən üzləşdiyi itkilərə görə yeni ərazilər tələb eləyirdi. Bu Batum konfransındadır. Deməli, bura B-ni yazdıq. Daha sonra Cənubi Qafqaz Seymi Qars, Ərdəhan, Batum olan ideallarından əl çəkməli idi. C.